Salam, hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videolardan yararlanmağı, dostlarınızla paylaşmağı unutmayın. Bu məsələ DIM test toplusundan götürülüb, yeni tipli məsələdir. Burada deyir A və B qarşılıqlı tərs ədədlərdir. O zaman belə bir ifadə verilib sənə və bunun ən kiçik qiymətini tap. Tərs ədədlər deyəndə nə başa düşürük? Məsələn, A-ya bir x desək, B də olacaq nə? 1 bölünsün x. Gəlin aparaq burada yerinə qoyaq. A üstü n üstə gəl 1. A üstü n üstə gəl 1 vurulsun. B üstü n üstə gəl. A üstü n vurulsun. B üstü n üstə gəl 1. Gəlin aparaq yerinə qoyaq. A-nın yerinə x qoyuruq. Yəni x üstü n üstə gəl 1 vurulsun. B üstü n-in də yerinə nə qoyacağım? 1 böl x üstü n qoyacağım. Daha sonra üstə gəl A üstü n, yəni x üstü n vurulsun 1 böl x üstü n üstə gəl 1. İndi bunları böləndə biz bilirik üstlər çıxılır. N üstə gəl 1 çıxılsın n üstə gəl. Burada da x-in üstündə n çıxılsın n çıx 1. Burada n'lər islah olunur. Qaldı x üstü 1 üstə gəl x üstü mənfi 1. Bu da nə deməkdir? X üstə gəl 1 bölünsün x deməkdir. O zaman bu ifadənin bizdən ən kiçik müsbət tam qiymətini istəyirlər. Əgər x sıfırdan böyükdürsə, o zaman x üstə gəl 1 bölü x hər zaman böyük bərabər olur 2-dən. Bu da hardan çıxır? Koşi bərabərsizliyindən alınır. Bunu da inşallah gələn dərslərdə izah eləyərəm. O zaman ən kiçik müsbət qiymət neçə olacaq? 2 olacaq. Düzgün cavab D variantıdır.